Лиза, с Сазонбанком выгодно платить не только где угодно, но и как угодно. Гош, ты время видел? Самое время для выгодных покупок. Бесплатной картой, Гош, смартфоном Гоша, или даже платежным стикером. Гоша. А еще есть карты в разных дизайнах. Оплачивайте покупки с Озонбанком удобным вам способом, бесплатной картой, смартфоном или стикером. Лиз, как думаешь, какая мне подойдет? Ну, конечно, леопард, Гош. Gəlin yetimlər, gəlin. Xoş gəldiniz. Əyləşin. Gəlin, gəlin, əyləşin, gəlin. Mən sizinlə vacib bir şey danışmalıyam. Fərqindəsinizmi bilmirəm. Amma mən qocalıram. Mənim ölümüm yaxındır. Allah qorusun baba. Ona söz delə. Məndən sonra bir baba gəlməlidir. Yetimlərin başına məndən sonra birisi keçməlidir. Və burada onu seçəcəm. Əgər onu mən seçməsəm, mən öldükdən sonra çox pis şeylər yaşana bilər. Ona görə məndən sonra baba olacaq adamı seçəcəyik. Əgər onu mən seçməsəm, mən öldükdən sonra çox pis şeylər yaşana bilər. Məndən sonra baba olacaq adam Ceyhun tək olacaq. Eyvallah baba. Başqa bir probleminiz yoxdursa, gedə bilərsiniz. Eyvallah baba. Ah Yadigar baba, ah Yadigar baba. Niyə məni seçmədin? Baba olmağı ən çox mənim haqqımdır. Ən çox mənim haqqımdır baba olmaq. Neyse. Ən yaxşısı gedim sonra çarəsinə baxarıq. Mən olmalıydım baba. Murad. Ay Murad. Hə qardaşım. İşdirəm. Qardaşım. Mən bu Pünhandan çox pis şübhələnirəm. Bundan zadım qoy. Onu takip eləsin. Amma özünü göstərməsin ha. Gizli şəkildə. Düz deyirsən Ceyhun. Mən də Pünhandan şübhələnirəm. İçəridə səbəb baxışları var idi. Narahat olma, mən həll eləyəcəm. Dalınca adam qoyacam, takip eləyər. Həll eləyərəm mən, narahat olma.
Çox sağ ol. Yadigar baba da səni çağırır, Raceyn. Nəsə vacib bir şey danışmaq istəyir. Baba, məni çağırmısan? Xoş gəldin baba. Bilmirəm xatırlayırsanmı, xatırlamırsanmı? Uşaq idin o vaxtı, bəlkə də xatırlamırsan. Mənim sənə dediyim qədərilə xatırlayarsan bəlkə. Mən səni çöldə tapmışdım bala. Yerdə otururdun. Danışmaq istəmirdin. Mən orada anladım sənin yetim olduğunu. Səni aldım yanıma, böyütdüm. Amma oxuda bilmədim. O qədər imkanım yox idi. Səni ətir dükkanında işlədirdim. Sən orada bir qız görmüşdün. Müştəri gəlmişdi. Sən yaşlardaydı, bəlkə də 11 yaşında. Sən də 11 yaşındaydın, bəlkə də yaşlıydınız, bilmirəm. Sən o qızı görəndə məndən adını soruşmuşdun. Mən də Nərmin demişdim. O qızı, Ceyhun. Unutmusanmı? Yoxsa hələ də? Yox baba. Unutmamışam. Hələ də sevirəm. Bala, sən o vaxt uşaq idin, Sən uşaq idin o vaxtı. Qəlbi eyni qəlbdir baba. Ata bilsəm mən də atardım. Onu qəlbimdən. Silə bilsəm mən də silərdim. Amma alınmır o. Mən sevirəm baba. Mən sevirəm. Unuda bilmirəm onu. Yaxşı bala. Mən səni başa düşürəm. O qədər sevmirsən ki, deyərkən belə səsin titriyir. Bu İranlı qaçaqçı Farozu neyniyəcəyik? Bu narkotiki çox satır ha. İnsanları çox zəhərləyir. Bu yetimlərə də təsir edə bilər. Bir şey eləmək lazımdır. Narahat olma. Farozu inşallah ən qısa zamanda həll eləyəcəyik. İçəridə adamım var mənim. Yaxşı Ceyhun, gedə bilərsən. Çox sağ ol, eyvallah. Salam əleykum. Aleyküm salam. Farozu görməyə gəlmişəm. Adınız nədir? Pünhan Alimov. Yaxşı, gözləyin Faroz bəyə xəbər verək. Faroz sizi çağırır. Faroz, mən gəldim. Pünhan, sənin nə işin var burada? Sən də yetim deyilsən? Yadigar baba, yetimlərin başına Ceyhunu keçirəcək. O Ceyhun tək öləcək. Səninlə anlaşma eləyə bilərəm. İşbirliyi eləyə bilərəm səninlə. Nə cür bir işbirliyi olacaq? Ceyhunu birlikdə öldürə bilərik. Amma yetimlərin başına mən keçəcəm. Mən keçəcəm ala! Ola bilər. Anlaşarıq. Mən razıyam. Ceyhun tək ölsün, o mənə bəsdir. Ceyhun, qardaşım, bir dənə qız tapdım, narkotiklə məşğul olurmuş. Bacısı da gəlmək istədi, indi ikisi də buradadır. Neyniyim?
İçəri dəvət elə gəlsinlər. Xoş gəldiniz. Siz niye mazlum almaqsınız? Ne baş verir burada? Bir dəqiqə dayanın xanım. Sizin bacınız narkotiklə məşğuluymuş. Gülnaz bu adam düz deyir. Gülnaz cevap ver. Gülnaz, bir də narkotiklə məşğul olma. O zəhərlidir, insanları zəhərləyir. Onu sənə kim satırsa, alma. Dostlarını da alırsa onların da almağına qoyma. İnsanı zəhərləyir. Olmaz. Gələcəyinizi korlayarsınız bala. Eləməyin onu. O narkotikdən uzaq durun. Sizi zəhərləyər, gələcəyinizi korlayarsınız. Peşman olarsınız Gülnaz. Mənə səhv başa düşmə. Sən narkotiklə məşğul olsan, mən sənə zərər verməyəcəm. O məşğul olduğun narkotik sənə zərər verəcək. Ona görə deyirəm ki, peşman olasın. Çok sağ olun bacımı Gülnaz'ı bu illetten kurtardığınız için. Önəmli deyil, dəyməz. Gedə bilərsiniz. Başqa bir şey yoxdursa, çox sağ olun. Bir də ki, sizin adınız nədir? Nermin. Soyadınız? Mehmetova. Yaxşı, gedə bilərsiniz. Çok sağ olun. Ceyhun. O Nərmin, sənin aşıq olduğun Nərmin olmaya bilər. Başqa Nərmin ola bilər. Xəyallar qurma. Ola bilər Murad. Mən hiss edirəm. O Nərmin ola bilər. Hər kəs həyatı yaşaya bilər, amma qurduğu xəyallarla yaşaya bilməz. Murad, qardaşım, mən gedirəm yetimlərin yanına. Görəm narkotik çox yayılıb. Bir gedim mən də yetimlərlə danışım. Sənə gəlsən gələrsən. Yaxşı qardaşım, mən də gəlirəm. Yetimlər, mən deyirəm. Bu işdə qəşəng pul var. Narkotikdə qəşəng pul var. Hələ siz mənim bir dənə baba seçin. Görün onda mən sizdən nə qarram. Nə danışırsınız hə siz? Ceyhun. Yetimlər. Belə pul qazanmaq olmaz. Narkotiklə pul qazanmaq olmaz. Belə pul qazanmaqdansa ölərik daha yaxşı. Narkotik insanı zəhərləyir. İnsanları zəhərləyir. Belə pul qazanacaqsınız siz. Biz olmasaq, bəlkə də daha çox insan zəhərlənəcəkdir. Siz də deyirsiniz ki, narkotiklə məşğul olaq, pul qazanaq. Nə lazımdırsa mənə müraciət edin. Lazım olanı eləyərik. Amma narkotiklə məşğul olan mənim gözümə görsənməsin. Mən deyəcəyimi dedim. Mən yetim qanı töhmək istəmirəm. Pünhan! Gəl çaya, səndən bir şey danışacağım.
Gəlirəm baba. Gəlirəm. Yetimlər. Bir 15 dəqiqə əvvəl gəlmişdilər. İndi gedəcəkdilər. Amma sən onların ağlını narkotiklə bulandırırsan. Pünhan. Ağa biz narkotik qutarsın deyə mücadilə eləmirik ya. Hə Pünhan? Nə qarsan sən? Sən necə bir xainsən ala? Hə? Pünhan. Biz çörəyimizi bölüşüb yeyərdik. Babanız, yəni mən çörəyimi həmişə səndən bölüşmüşəm. Ceyhunla da bölüşmüşəm, Muratla da bölüşmüşəm, yetimlərlə də bölüşmüşəm. Siz yetimlər hamınız mənim övladımsınız. Amma sənin bu elədiyin olmadı. Pünhan. Sən o çörəyin içinə qan tökdün. Başa düşürsənə? Sən mən niyə yetimlərin başını kesdin məndən ata? Hə? Mənim nə fərqim var Ceyhunla? Mən niyə başına kesmədin yetimlərin? Mən kesərdim də. Allah Ceyhun da övladımda, sən də övladımsan da. Ha o yetimlərin başını kesib, ha sən. Yetimlərin başına mən kesməliydim baba. Bu mənim haqqımdır. Pünhan haindir. Üzürü say baba. Üzürü say. Pəncərədən qaçmalıyam. Baba! 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 Baba uyan baba! 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 Murat. O kameranın görüntülerini senden istəyirəm. O kameranın görüntülerini mənə verəsən. Ceyhun, qardaşım kamera görüntülərini aldım. Gəl baxaq görək. Babamızı kim öldürüb? Gəl. Gəl baxaq, gəl. Üzürü say baba. Üzürü say. Pencereden kaçmalıyım. Aaaa! Eşidirəm. Aferin sizə, aferin.
Deməli Pünhanı takip edib yerini tapmısınız. Farozun evindəymiş, eləmi? O Farozu da, o Pünhanı da bu aləmdən siləcəm. Bizi gözləyin. Biz gəlməmiş hərəkət eləməyin ha. Gözləyin. Murad, Pünhanın yerini tap bizim adamlarımız takip ediblər. Farozla eyni yerdədirlər. Farozun məkanındadır. Bam güm dalırıq Murad. Plan zad yoxdur. Murad gel. Get Ceyhun get gələm. Adamlar da öldürüb gələm. Sənin vaxtın doldu Faroz. Ceyhun, silahını at. Yoxsa qız ölər. O narkotik işləyən qızın bacısı Nərmin. Bu, sənin aşık olduğun Nərmindir. Öldürərəm bu qızı. Bırak hala kızı. Ceyhun, Ceyhun yaxşısan Ceyhun. Ceyhun. Mən də səni sevirəm Ceyhun. Bizlər heç də yaşamamışıq, getmə. Ceyhun. Ceyhun məni qoyub getmə Ceyhun. Ceyhun oyan. Oyan nə olar? Ceyhun. Böyleymiş kara yazımız hey. Yere sürüldü yüzümüz. Böyleymiş kara yazımız hey. Çiçekler açılmaz oldu. Pınarlar içilmez oldu. Yar bize gülmez oldu.